Axşamınız xeyir, hörmətli televiziya tamaşaçıları, mənim əziz bacılarım və qardaşlarım, sizi bir daha Müsavat adından və Azadlıq bloku adından salamlayıram. Bugün Azadlıq bloku üçün kifayət qədər uğurlu bir gün oldu. Bölgə səfərlərinə çıxdıq. Hacıqabulda görüşümüzdə, mitingimizdə 1000'e yaxın insan iştirak edildi. Neftçalıda 3-4 minlik çok güzel bir görüş geçirdik. Elbayanda ise 7-8 min, belki de 10 bine kadar seçicimiz, Elbayanın cemaati bizim görüşümüze gelmişti. Çok möhtəşəm, güzel bir mitingimiz geçti. Ve bu mitingler, bu görüşler bir daha gösterdi ki insanlar, seçiciler, cəmiyyət Azadlıq blokunun namizədlərini dəstəkləyir. Bu bizi daha da gələcəyə inandırdı, seçkilərdə qələbəmizə daha da inamlı etdi. Sabah ise saat 12'de Oğuz'da görüşümüz olacak. Oğuz seçilerini saat 12'de görüşe dəvət edirik. İnşallah orada da inanıram ki çok güzel bir görüş olacak. Diğer bir taraftan ise bugün hakimiyyət, ben hesab edirəm ki çok düzgün addımlar atmaya başladı. Bilirsiniz ki bugün hakimiyyət dairələri İlham Əliyev görünməyən də olsa barmağa mürəkkəb vurulmasına razılıq verdilər. Qeyri-hökumət təşkilatlarının seçkidə müşahidəçi kimi iştirak etməsinə imkan yarattılar. Sərbəst toplaşma qanununa, mitinglərlə bağlı məsələyə bir daha baxılmağa başladı. Ben hesab edirəm ki bu Azadlıq blokunun, demokratik düşüncəli insanların, bütövlükdə Azərbaycan cəmiyyətinin bir uğurudur. Həm də bu Azərbaycanda azad və seçkilərin keçirilməsini istəyən beynəlxalq birliyin uğurudur. Eyni zamanda mən istəməzdim ki bu addımlar hakimiyyətin geri çəkilməsi kimi qiymətləndirilsin. Mən həmkarlarıma da tövsiyə edirəm, gazet yazarlarına, müxalifət şöhrəsi olan gazet yazarlarına tövsiyə edirəm ki, hakimiyyət geri çəkildi, məğlub oldu və s. kimi başlıqlara ehtiyac yoxdur. Xüsusən də Yeni Müsavatın yazarı Zamin Hacıdan xahiş edirəm ki, sabah yazmasın ki, bu barmaqlara mürəkkəb vurulması mentalitə ziddir deyənlər indi nə mövqe tutmalıdırlar. İşiniz yoxdur, özləri öz dərslərini alacaqlar, alır gedəcəklər. Fakt odur ki, bu addımlar gec də olsa atılıbdır. Mən hesab edirəm ki, hakimiyyət düzgün addım atıbdır və bunu da müsbət qiymətləndirmək lazımdır. Belə mən bugün İlham Əliyevə diyalog təklifimi yeniləmək istəyirəm. Bilirsiniz ki, mən bir neçə ay əvvəl İlham Əliyevə diyalog təklif etmişdim. Bugünkü şərtdə mən bunu yenidən təkrar edirəm. Mən hesab edirəm ki, hələ seçkiyə az da olsa zaman var. Bir çox məsələləri yenidən baxmaq mümkündür. Bir çox məsələləri həll etmək mümkündür. Cənab İlham Əliyev, Azərbaycanı Ruşaylonun, Lebedevin kabinetlərində hazırlanmış senarilərinə idarə etməyinə dəyməz. Həmin senarilərinə Azərbaycana fayda gətirəsi deyil, nə də sizə uğur gətirəsi deyil. Azərbaycan maraqlarına uyğun bir şəkildə idarə etmək lazımdır. Azərbaycan xalqının, cəmiyyətin istəklərinə uyğun bir şəkildə idarə etmək lazımdır. Və mən hesab edirəm ki, hələ sizin buna şansınız var. Başqa variantlar, başqa addımlar Azərbaycan'a da ziyan gətirəcək, sizə də ziyan gətirəcək. İnanın ki, mən bunu sadəcə bir Müsavat başkanı, müxalifət lideri olaraq deyil, siyasətdən az çox baş çıxan bir adam kimi sizə məsləhət görürəm, tövsiyə edirəm. Bir daha fikirləşin. Mən isə bir daha hamınıza xoşbəxtlik arzu edirəm. Tanrı Azərbaycanımızı qorusun.